prepozisyonlar barəsində danışacağıq. Prepozisyonlar alman dilində müxtəlifdir. Zamanla bağlı olanlar var, yer bildirənlər və yaxud da akuzativlə işlənənlər, dativlə işlənənlər. Buna görə də biz indi keçəcəyimiz mövzunu öyrənə bilmək üçün, lokal prepozisyonun mövzusunu öyrənə bilmək üçün, yəni yer bildirən söz önlərini. Biz öncədən artikellər mövzusunu yaxşı bilməliyik, akuzativlə işlənən artikelləri, həm dativlə, ümumilikdə artikellər mövzusunu, eyni zamanda həm akuzativlə, həm də dativlə işlənən prepozisyonları öncədən yaxşı bilməliyik. Bundan əlavə, indi mən sizə bu mövzunu öyrədəndə sizə onlardan da danışacağım. Yəni, əvvəlki mövzulardan da qısaca məlumat verəcəm. Deməli, lokal prepozisyonun, yəni yer bildirən prepozisyonlar 3 cür olacaq. Wohin sualına cavab verənlər haraya, wo sualına cavab verən harada, woher sualına cavab verən haradan. Başlayaq wohin, yəni haraya. Biz gördüyünüz kimi 5 cür prepozisyondan istifadə edə bilərik. Amma hər prepozisyonun öz yeri var. Deməli, haraya gedirsən deyəndə, əgər biz hansısa bir şəhərə, ölkəyə gediriksə, bu zaman nach istifadə edəcəyik. Burada artiklı olmayan ölkələrdən söhbət gedir. Məsələn, Almaniya, Rusiya, Azərbaycan. İlk G-yə mən gedirəm. Əgər biz təyyarə ilə gediriksə, o zaman deyə bilərik ich fliege. Ich fliege nach Deutschland. Mən Almaniyaya gedirəm. Ich fliege nach Russland. Ich fliege nach Azərbaycan. Yəni burada biz nach istifadə etməliyik. Və yaxud da mən Bakıya gedirəm. Ich fahre, hansısa bir nəqliyyat vasitəsindən istifadə edirik. Məsələn, maşınla. Ich fahre nach Baku. Çünki ölkələr və şəhərlər üçün nach istifadə olunur. Amma artiklı olan ölkələr üçün, demək bunlar ancaq ölkələr və şəhərlər üçün. In prepozisyonuna gələndə isə biz görürük ki, in artiklı olan ölkələrdə istifadə olunur. Məsələn, Türkiyə. Ich gehe in die Türkei. Bəzi ölkələrin artikelləri var. Məsələn, die Türkei, die Ukrayna, oder der İran, der Irak. Yəni, İran, İraq kimi ölkələr kişi cinsindədir. Türkiyə, Ukrayna kimi ölkələr qadın cinsindədir. Və yaxud da USA cəmdədir. Amerika Birləşmiş Ştatları.